Biz bu maddəni keçən dəfə ümumən dediyim kimi nəzərdən keçirdik. Bu maddə sırf hüquqi şəxslərlə bağlıdır. Bir hüquqi şəxs digər hüquqi şəxsin təsisçisi olarsa, eləmi? Və ƏDV qeydiyyatında olmazsa, gəlir və xərclərin uçurtunu apararsa və dövriyyəsi 200 minini keçməzsə, yəni bir müəssisə digər müəssisənin təsisçisi olarsa, ondan əldə etdiyi dividend gəliri azalır. Bəli, bu hüquqi şəxslərlə bağlı olan məsələdir. Fərdi sahibkarlarla bağlı olan məsələ necədir? Yəni, yəni deyə bilərsiniz ki, bəs bu axı fərdi sahibkarla əhatə eləmir, hüquqi şəxslərlə bağlıdır. Fərdi sahibkarlarla bağlı olan maddəni də indi nəzərdən keçirəcəyik. Görək o maddə nədir? Bunun da yaratdığı üstünlüklər də burada qeyd olunduğu kimidir. İndi baxaq onun fərdi sahibkarlarla bağlı olan maddə hansıdır? Bu onunla bağlı ki, yenə bu 102-ci maddədir. Nədir? Gördünüz, burada bunlar olduğu kimidir. Bir dənə var ki, burada 200 min manata olan rezident müəssisənin səhmdarlı olan fizik şəxslərin dividend vericiləri. Fərdi sahibkarların özdə dividend, fərdi sahibkarların özdə fiziki şəxs hesab edildiyinə görə fərdi sahibkarları bu kateqoriyaya daxildir. Yəni, onlar da mikro sahibkarlıq subyektləridir. Bunu biləsiniz. Və bu da göstərir ki, mikro sahibkarlıq subyektləri nə ilə bağlıdır? Yəni 200 minə kimi olanda dövriyyəsi nə olur? Dividend gəlirindən azaddır, vergi ödəmir. Yəni 5% dividend vergisi ödəmir. Görürüz, mikro sahibkarın üstünlüklərindən birini əldə elədik ki, nədir? 5% dividend vergisi ödəmir. 75% azad olma var, 5% da dividend vergisi ödəmir. İndi davam eləyək fizik şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr. Yəni, adı bu cür gedir, başlığın adı vergi məcəlləsində bu cür gedir. Tətbiq sahəsi haradır? Deyir ki, bu fəsil, yəni bu qeyd olunan fəsil gəlir vergisi və mənfəət vergisi məqsədlər üçün tətbiq edilir. Nə deyir? Gəlirlərin bax, biri var gəlirlərin əldə edilməsinə bağlı olan xərclər. Gəlirlərin əldə edilməsi ilə bağlı olan xərclər deyəndə adı mühasibat nöqteyi ilə xərc nəzərdə. Yəni biz nəyi xərcə silə bilərik? Bildiniz? Və qanunla nəzərdə icbari ödənişlər gəlirdən çıxır. İcbari ödənişlər, məsəl üçün, ola bilər ki, mənə rüsum haqqı ola bilər. Məsələn, gömrükdə gəlir rüsum ödəmiş. Götürüb silərsiniz. Və yaxud bir ərazi lisenziya almış dövlətdən onunla bağlı, məsəl üçün, bir məbləğ ödəmiş, götürüb silərsiniz. Və yaxud nə bilim, məsəl üçün, notariusa, yəni şirkətin sənədlərin təsdiqi ilə bağlı pul ödəmiş, götürüb silərsiniz. Və gəlirdən çıxılan xərclərdə qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməlidir. Niyə bunu qoyur? Yəni demək istəyir ki, xərci çıxmaq istəyirsən, lap yaxşı. Çıxmaq istəyirsənsə, ancaq onu qanunlu formada, rəsmiyyətə necə uyğunsa rəsmiləşdirməlisin. Yəni, qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməyin. Tutaq ki, gedirsiniz, adi ofis ləvazimatı alırsınız. Biri var, sən müqayimə ilə alarsan, müsiləsən. Bir də gedirsiniz, müəssisədə. Gedir, adi marketdən alır, adi belə də qaymə hesab, məsəl. Bildiniz? Adi belə kağız qaymədə onun bir şey deyil. O zaman onu silə bilir. Eləyə bilər, silməz də. Silə bilmir də o. Qaymə olur, silməz üçün qaymə olmalı. Öz cibindən verəcəkdir. Xalis mənfəətindən götürüb xərcləyəcəkdir. Bəli, xalis mənfəət götürüb xərcləyəcəkdir. Yəni, müəssisənin hədəfi nədir? Xərcləri aşağı salmamaq. Çünki xərclər aşağı salanda daha çox mənfəət ödəyəcək. Sonra deyir ki, alışı və ya mədaxili, deyir ki, mədaxili, bu məncələ nəzərdə tutmuş qaydada rəsmiləşdirilməyən mallar ola bilər. Bunlar da gəlirdən çıxılan
rəsmiləşdirmə mallara görə vergi ödəyicinə 58.8.2 maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdirsə. Məsələn, mal alıb bazar, ancaq rəsmiləşdirmir, rəsmi almayın və ya rəsmiləşdirmir. Maliyyə sanksiyası tətbiq edir, yəni artıq onu vergi yoxlayıb, onu maliyyə sanksiyası deyib. Həqiqətən bunu niyə rəsmi almışsın? Və ya sənədlər qaydasını deyir. Deyir ki, həmin malların, hansı malların, hansı maliyyə sanksiyası vergi tətbiq edib, həmin malların 58-16-cı maddəsi uyğuna müəyyən edilən dəyər gəldən çıxılan xərclərə aiddir. Yəni deyir ki, sən mal almışsan, sənədlə almamısan, mən gəlmişəm, bunu tutmuşam, sənə maliyyə sanksiyası vurmuşum, indi nə qədər isə çıx. Yəni, dövlət istəyir o cəriməni vurur bunu. Deyir, sənə icazə verirəm, çıx. Şu cərimə vurandan sonra kimə sərf edir ki, onu çıxlar, bildiniz mi? Birinci dəfə daha azdır, sonra başlayır, artıq tempinə davam edir. İndi baxaq, ilk öncə görək, malların və alış-satışı rəsmiləşdirmə sənədlər hansılar? Elektron qaimi faktura. Biz bilirik ki, bu yəni qaimə dediyimiz elektron qaimi faktura 1. Təqdim edilən malların təhvil qəbul aktı. Niyə? Təhvil qəbul aktı önəmlidir ki, malın nə zaman təqdim edilir? Çünki elə ola bilər ki, yəni malın təqdim edilməsi artıq satışın baş tutması hesab edilir. Bildiniz mi? Yəni onun yekunlaşmır. Sonra ithal gömrük bəyannamə. İthal gömrük bəyannaməsinin özü də xaricdən ithal nə deməkdir? Ölkə xarici alış deməkdir. Başqa ölkədən alanda o sənə qaimə verə bilmir. Ancaq bizim sərdən keçində gömrük deyir ki, tamam orada o dünya ölkələr bir-birinin qaimə sistemindən tanınır. Ancaq gömrük YCB ilə tanınır. İlk gömrük bəyannaməsində ithal gömrük bəyannaməsinin özü. Hesab faktura, yəni invoice. Yəni, adətən hesab fakturada qeyd edilən məlumatlar əsasında ilk gömrük bəyannaməsi tərtib edilir. Sonra elektron alış aktları. Vergi sistemində də var. Əgər alış aktından alırsınızsa, təbii ki, vətəndaşlar məlumatlarını daxil edirsiniz. Biz ona da qarşılıq təhvil qəbul aktı ola bilər. Bir şeyin təhvil qəbul aktı ola bilər. Bir də əgər mal qaytarılırsa, bununla bağlı malların qaytarılması aktı olur. Yəni, əsas malların alışı və daxil, yəni ehtiyatların rəsmiləşdirməsi sənədləri əsasları bunlar. Sırf ehtiyatları. Fikir edirsiniz? Yəni, bunlar da bir növü həm ehtiyatda idarə edilməz, həm də ambar sənədlərdir. İndi burada 58.8.2-ci maddəsini qoyub, buna görüb burada nə deyir? Deyir ki, malların alışı, yəni bu maddəni də gətirib qoymuşam bura. Bu malların alışı və mədaxilini təsdiq eləyən, yəni nəzərdə tutulan sənədlər olmadıqlar. Yuxarıdakı o sənədlər olmadı, yoxdur. Razı olmadıqda, alicə təqim ərzində belə hal birinci də baş verdikdə, malların dəyərini 10% həcmin maliyyə sanksiyası. 10.000-sə 10% olacaq, 1000 manat, yəni cərimə eləyir. İkinci dəfə yol verdikdə, o demək ki, 2.000, 10.000-sə. Üçüncü dəfə yol verdikdə, yəni 4.000. Bu da ona sərf eləm, bildirir. Sərf elə qeyri-rəsmidən, yəni alacaq gəlin hamısını sanksiya ödəyəcək. Və deyək ki, bu maddənin müddəala istehsal fəaliyyətində məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullar münasibətdə tətbiq edilir. İndi baxaq, başqa bir maddədə də ondan sonra deyir ki, bunlar da bizə nə ilə bağlıdır? Yuxarıda o sadalamış malların rəsmiləşdirilməsi aktları da sənəddə. Bax, bunlardır 58.8-ci maddəsinə əsasən. Maddəni də bura qoymuşam ki, biləsiniz nəyə görə. Yəni, niyə onu? Çünki artıq bu sənədlər qaydasında olmayan da nə baş verir? Pul vəsaitlərin uçotdan yayındırması baş verir. Və malların dəyər dedikdə nə nəzərdə tutulur? Malların dəyər dedikdə ya həmin malların alış qiyməti nəzərdə tutulur,
Alış qiyməti. Bəli. Ya alış qiyməti. Ya da ki, topdan satış qiyməti. Bazardan alıb, vergi dəyər müəyyən edə bilir. Ya alış bir sənəd olmalıdır ki, yəni mən bunu almışam ama qayməsi olmur, məsələn. Bir sənəd yoxdur. Alış qiyməti müəyyən edir ki, bu əvvəldən bir razılaşmalar oldu, sonra eləməyəcək, alış qiyməti varsa. O da yoxsa bazar dəyəri qoyur, deyir ki, bazar dəyərini bu qədər edəcək. Bazarda bu qədər satılır. Yox, bazarda sən bunu almışsan, qeyri-rəsmi aldığına görə 1000 manatdan almışsan, qeyri-rəsmi. Ancaq bazarda bunu dəyər 1500. Onu da o zaman yəqin satırlar ki, belki bulmaq. Bəli, topdan satış bazar qiymətini sən cərmə 1500 üzərinə var, 1000 üzərinə durmayacaq. Məsələn, olacaq, kərif var. Bəli, o da səhv elə. Burada iki yanar, sənədsiz mallara iki yanar. Bir malın faktiki dediyim kimi alış qiymətini verir, alış qiymətini müəyyən etmək mümkündürsə. O da mümkün deyirsə, topdan satış bazar qiymətini. Aydındır, iki var. Deyir ki, bu qədərdir. Sən sənədsiz mal almışsan, sənədsiz mal aldığa görə sənə bu qədər maliyyə sanksiyası. Nəticə olaraq biz nə əldə edirik? Nəticə olaraq əldə edirik ki, vergi sənədsiz mal aldığı üçün, eləmi? Müştəri maliyyə sanksiyasını yəni, yazır, müştəri də bunu yəni, ödəyir. Ancaq vergi cəza verərək legallaşdırma prinsipini əsas tutur. Deyir ki, məsələn, cəzanı yazdım, ancaq aldığım malı da icazə verirəm, xərcə sil. Bunu çıxıb da bildim nə deyirəm. Deyir, mən yəni, sən başa saldım ki, rəsmi almaq lazım. Bunu deyir. Aydındır. İstisna nədir? Bu maddə istehsalçılar özündən istehsal etdiyi hazır məhsullar tətbiq edilir. Səbəb nədir? Çünki hazır məhsulların alışı olan mal deyil, daxil istehsal prosesinin nəticəsi. Qıraqda mal almıraq, istehsal o deməkdir ki, o onunla bağlı deyil. Özü istehsal edilibsə, orada daxil deyil. Çünki qıraqdan almır, özü-özündən alır da, özü, məsəl üçün, xam mal anbarına məhsul istehsal edilir, xam mal anbarından da keçəndə hazır məhsul anbarına artıq onun bir alış dəyəri olur da, bir ilkin maya dəyəri formalaşır. Deyil, bura daxil deyil. Təbii ki, və normaldır bir şey. Davam eləyər. Başqa bir maddədə deyir ki, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan əməliyyatlar da ola bilər, vergiyə cəlb edilməyən əməliyyatlar da ola bilər. Yəni, tamam, vergi əməliyyatlarla yanaşı bildik. Tamam, bildik ki, vergiyə cəlb edilən əməliyyatlar qanun uyğun həyata keçirilir. Ancaq bundan əlavə, bu zaman o elədiyi əməliyyatlarda vergidən azad olunanda da ola bilər. Vergiyə cəlb edilməyən əməliyyatlar da aparıldıqda həmin əməliyyatların uçotu ayrı-ayrı aparılmalıdır. Gəlir və xəstə üçün qatışıqsa, onlar qatışıq apara bilməz. Eləmişsə ayrı-ayrı uçotunu apar vergi deyil. Deyək ki, elə əməliyyat ola bilər ki, onlar qatışıq apararsa, bölüşdürmə mümkün olmaz. Məsəl üçün, gömrükdən mal gətirmirsən, elə mallar var ki, ədəbiyyatın azad olunandır. Eləsi var, azad olmayan. Ancaq gömrük xərcin bütöv ödəmirsən artıq. Bunun nə qədər hissəsi gömrükdə azad olana aiddir, nə qədər hissəsi ona aiddir. Yəni, bir formül olaraq deyir ki, belə bir variant olsa, bütöv ödəsən, deyir ki, mən onu qəbul edirəm, deyir, bölüşdürməsi mümkün deyil. Bu zaman deyir ki, onu biz necə çıxacaq? Deyir ki, vergi ödəsin, ümumi gəlirdən xüsusi çəkisi əsasında müəyyən ediləcək. Və icarə fəaliyyəti ola bilər. Onunla bağlı ola bilər ki, həm vergidən azad olunan mallar sata bilər, həm də vergi ilə azad olmayan mallar sata bilər. Deyir, ancaq xərcdən ümumi çəkmirsən.
İcarə bütöv ödəniləcək. Belə bir variant var. Buradan deyək, nə etmək lazımdır? Burada deyək ki, burada ayrı-ayrılıqda elə bilsə ayrı-ayrılıqda apar. Yuxarıda qeyd elədiyimiz kimi. Ayrı-ayrı apara bilirsə mütənasib bölüşdürmə prinsipindən istifadə edirsən. Yəni, məsəl üçün 40% birinə 60% birinə deyəsən 5-də məsəl üçün 3'ü 1 idi, 5'də 2'si 1 üçün məsəl üçün. 60% birində 40% birinə. Bunu mən düstur formasına necə ümumiləşdirə bilərik? Gəlirlər 2 yerə bölər, vergiyə cəlb edilən gəlir, vergidən azad olunan gəlir. Ümumi xərclərdə 3 yerə bölək. Vergiyə cəlb edilən xərclər, vergidən azad xərclər, bir də qeyri-sahibkarlıq xərclər. Elə xərclər var ki, qeyri-sahibkarlıq deyil, ancaq vergidən azad edilən. Yəni, qeyri-sahibkarlıq nədir? Yəni, ola bilər ki, sosial layihələrlə bağlı bir şey. Yəni, onlar 3 kateqoriyada qruplaşdıra bilərik. Ancaq biz bunu çıxa bilirik. Bəli, bunları çıxa bilirik. Ona görə də uçotu qurarkən, apararkən ilk öncə müəyyən eləmək lazımdır ki, siz də bu işə təzə başladığınıza görə müəyyən eləmək lazımdır ki, gəlirdən çıxılan xərclər nədir? Gəlirdən çıxılmayan xərclər aslında. Bu necə müəyyən elə? O əmsal əsasında necə müəyyən elə? Tutaq ki, vergiyə cəlb edilən gəlir xüsusi çəkisini tapmaq üçün vergiyə cəlb edilən gəlir bölü ümumi gəlirə. Çünki biz onu kateqoriyaya bölməsə, çəkini necə müəyyən edəcəyik? Deməli, vergilərin, gəlirlərin bölməliyik. Vergiyə cəlb edilən və cəlb edilməyən bölməli ki, xüsusi çəkimi. Yoxsa hamısını bu cür qatışdırsa, biz əmsalı müəyyən edə bilmərik. Bu xərclərə aiddir, həm də gəlirlərə aid. O zaman əmsal tapırıq ki, neçə faiz olma qadardır. Sonra da onun bölüşdürülməsi mümkün olmayan ümumi xərclərə vururuq. Tapırıq ki, gəlirdən çıxılan dolan xərclərin miqdarı nə qədərdir. İndi nümunə verək, məsəl üçün. Tutaq ki, vergiyə cəlb edilən gəlirimiz 800 min manatdır. Vergidən azad olunan 2 min manat. Görürsünüz, gəlir olub. Bizə 1 milyon, yəni gəlirimiz olub, onun 800 mini vergiyə cəlb edilir, 200 mini, yəni vergidən azad. Məsəl üçün, kənd təsərrüfatı. Kənd təsərrüfatının məşğul başqa bir işlə. Kənd təsərrüfatı azaddır. Qaçışdım. Bu cür variantda necə olacaq? Bu cür variantda ancaq böyük bir icarə yeri var, hamısı olur. Yəni bir ərazisi var. Orada kənd təsərrüfatı məhsulları da becərir və yaxud da istehsal eləyir. Həm də başqa vergiyə cəlb edilən digər gəlirlər. Bu zaman nə olur? Ancaq həmin yer bütöv istifadə edir. Məsələn. Bu zaman bölüşülməz mümkün olan müştərək xərclər ola bilər. Məsəl üçün, tutaq ki, oranın təmizlik işlərinə eyni adamlar baxır. Məsəl üçün, deyirəm də, ayırmır ki, bu filan gəldi azad olunan sahəni təmizləyir, yoxsa vergidən azad olmayan sahə. Bütövdür da. Bu zaman nə olur? Bu zaman necə tapacaq? Mənfəət vergisinə gəlirdən çıxılmasına icazə verən dolar xərc necə tapacaq? Eyni qaydada 800 mini böləcəyik 1 milyona, təkrar əmsal tapacaq 0.8. 0.8-də vuracaq, çünki burada ifadə edəcək ki, 100 mindir. Bölüşdürülməsi mümkün olmayan. Onu vuracaq 100 min. Deyəcək ki, 80 mini nədir? İcazə verilən xərclər. 80 min. 20 minin biz nə edəcəyik? Silə bilməyəcəyik. Niyə? Çünki o baza onu 0.8-i keçib. Bu bölüşdürülməsi mümkün olmayan, yəni bunun içində eləsi var, vergiden azad, eləsi var azad. Yox, xərc çəkibdir, bölüşdürə bilmir. İcarət, məsəl üçün, kənd təsərrüfatına məşğuldur. Həm də ərazidə, məsələn, kompot istehsal edilir, satır.
Bəli, ödəmir. Bəli, ümumi ərazisidir, icarəyə götürür. Bölüşdürmək lazımdır onu. Əmsal çıxarsan ki, mən xərclər deyilir, icarə xərci var, nə bilim, təmizlik var. Hamısı ümumi. Və ümumi, məsələn, elektrik xərci, su xərci ola bilər. Gəlirdən çıxa bilər, 80 min çıxa. 100 min xərci olsa belə 20 min çıxa bilməz, 80 min çıxa bilər. Bəli. Qalan 20 min manat xərc mənfəət vergisindən çıxıla bilməz. Hesablanacaq. Yəni bilirsiniz nədir? Yəni ümumi mənfəətdən çıxıla bilməz. 100 min çıxa bilməsin. Olsun 100 min xərc. 80 min çıxasın. Bunun ümumi mənfəət vergisini hesablayanda 880 min 20%. Yox, artıq, yox. Bu o deməkdir ki, gəlirdən çıxılan xərc nə deməkdir? Xərc maddələrin içində 100 min yazmayasın, 80 min yazasın. Bəli, əvvəldə 80 min yazasın. Bütün gəlirlərdən də sən artıq burada ifadə olunubdur. Sən artıq burada 20 mini sən tutaq ki, burada 800 mindən nəyə çıxarsa? 800 mindən 200 mini azaddır. 800 mindən verəcəksən. 800 mindən ancaq 80 mini çıxa bilərsən. Bildiniz nə deyirəm? 20 min çıxa bilməzsən. Bəli. Sonra deyək ki, bina tikintisindən məşğul olan şəxslər tərəfindən tikilən binalar ola bilər. Yaşayış və qeyri-yaşayış sahələrinə ayrıldıqda. Dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahəsində çəkilmiş məsrəfi gəlirdən çıxılan xərclərə aiddir. Məsəl üçün, özəl sektor bina tikib, dövlət deyir ki, bunu sat mənə, mən bunu müharibə iştirakçılarına verib, əllərə verəcəm. O zaman deyir ki, belə bir variant olanda, bunlarla bağlı məsrəflər gəlirdən çıxılan xərclərə aiddir. Bunların başqa cürlə ancaq ədəbiyyat vəzifəsi ola bilər, bina və tikili ilə məşğul olmalar. Bəli. Ezami xərclər. Ezami xərclər qaiməsiz xərclərdir. Müəssisə birbaşa onun xərcəsilir. Əlavə olaraq da o işçinin əmək haqqına daxil deyil. Təbii müvafiq təsdiq edici sənədlər olan tam silinir. Bəs yaxud müvafiq təsdiq edici sənədlər olmadıqda, təqdim edilmədiyi zaman deyir ki, bir günlük ezamiyə norması mehmanxana xərcləri üçün müəyyən edilmişdir 50%. Siz orada yemək xərcləri var, mehmanxana da var, bilirsiniz. Deyir ki, bu qədər tutur. 125 manat. Bəli. Yox, sırf yox. Mehmanxana xərcləri üçün 50%. Bəli. Gətirib sənədini verməyib. Otelin sənədi məsələn verməyib. Və sənəddə qaydasını deyil. Müvafiq icra hakimiyyəti orqanı Nazirlər Kabinetində deyir ki, müəyyən etdiyi təbii itki normalar daxilində zay olmadan əmələ gələn itkilər. Məhsul zay ola bilər. Ambarda gəlmişsə zay olur. Xarab olma ola bilər. Əskik gəlmə ola bilər. Əskik gəlməyə ya, məsələn, buxarlanan mallar ola bilər. Adi əti kəsirsə, üstü havada biraz qalan başda çəkisi azaldır. Quruyur da çəkisini azaldır. Rəsul deyir ki, belə bir şey olanda onun təbii ki, normal Nazirlər Kabineti müəyyən edir. Adı necə gedir o sənədin? Adı gedir ki, ticarət və ictimai sahəsində gedən məhsul təbii ki, normalar haqqında Nazirlər Kabinetinin bir qərarı var. O da limit müəyyən edib ki, nə qədər ondan çıxa bilərsən. Aydındır? Çünki onu artıq yəni o norma müəyyən edir ki, buna 0.3% çıxa bilərsən, bundan 0.5%. Yəni cədvəl formasında hamısı orada verilibdir. Yəni lazım olan internetdə yazsa çıxacaq. Linkini də bura qoymuşam.
Gəlirdən çıxılmayan xəstlərə nələr daxildir? Gəlirdən çıxılmayan xəstlərə. Birincisi, əsas vəsaitlərin alınmasının, qurulmasının çəkilir xəstə. Biz demişdik ki, əsas vəsaitlər nə idi? Amortizasiya olunan uzun müddətli maddi aktivlərə və dəyəri 500-dən aşağı olan maddi aktivlər nə deyirlər? Əsas vəsait deyil. 500-dən aşağı deyilsə, bu əsas vəsait hesab edilir. Bilirsiniz? Bəli. Əsas vəsait almışsın. Pul verib avadanlıq al nədir? Xəstə ilə bu aktivlərin yeri dəyişməsidir. Ona görə deyir ki, birdən avadanlıq alırsan, bunu birbaşa xərcə siləcək. Elə şey yox, bu deyir xərc sayılır. Biz də bunu mühasibə çoxundan bilirik ki, biz o halda o cür xərcə silə bilərik ki, amortizasiya elə silə bilərik. Əsas vəsaitin silinməsi ancaq amortizasiya etməklə və ya sonunda ləğv etməklə. Olar. Və kapital xarakterli digər xəstələrin gəlirdən çıxılması yol verir. Biz bunu mühasibə çoxundan da bilirik. Burada artıq bunun detallarına getmirik. Qeyri-kommersiya fəaliyyətinə bağlı olan xəstə silinmir. Həmçinin işçilərin və onun ailə üzvlərinin sosial xarakterli xəstələr ola bilər. Əyləncə xəstələr ola bilər. Silinmir. Müəssisə apardı işçiləri, deyək ki, mən sizə aparıram, məsəl üçün, bir restoranda yemək içmək qonaqlığı deyirəm. Məsələn, əyləncəli bir, nə bilim, bayram tədbiri təşkil edir. Deyək ki, bunu çıxa bilməzsin. Ona görə nəyə ki, çıxa bilmir, müəssisə onu ancaq xalis mənfəətinə silə bilir. Xərcə sala bilmir. Ancaq sırf sahibkarlıq fəaliyyəti, əyləncə və sosial xarakterli olsa çıxa bilir. Məsəl üçün, turizm şirkəti olar və yaxud əyləncə mərkəzi var, özəldir. Atraksiyonu var, hər şey var. O iş onun fəaliyyət sahəsi olur, o silə bilir. Sənin fəaliyyət sahəsin, məsələn, mal satmaqdır, sən gəlib işçiyə əyləncə xarakterinlə bağlı bir şey eləyirsənsə, fəaliyyət aiddir. Hətta onun o qarşı tərəfinin qayməsi gəlsə bilir. Nə olsun gəlir? Sən deyə silmək istəyirsən, yəni demək istəyir ki, yəni bu yəni işçilər hörmət eləmək istəyirsən, bunun məni hesabını eləmə, dövlət deyil. Eləməksən ki, xalis mənfəətinəsin. Mənfəətdən silmə deyilsən, necə başlayır ki? Mənfəətdən silmə o demək ki, vecutma bazasının silmə nəzərdə tutulur. Yəni, mənfəətdən silmə o demək ki, sən vecutma bazasını azaldırsan. Məsələn, mən 100 min mənfəət əldə eləmişəmsə, 20 minlər çəkmişəmsə, o 80 min. Yox, 100 minə kimi xərcə daxil eləyib eləməmə məsələsinə görə. Yəni, sən onu xərcə sala bilirsən, yoxsa yox? Sala bilmirsən. Əyləncə xəstə, sosial xarakter xəstə sala bilmirsən. Sonra deyir ki, əməkçi haqqı kartlarının alınmasından çəkilən xəstə istisna olmaq. Niyə deyir istisna olmaqla? Yəni, o demək istəyir ki, əmək haqqı xəstələri var, ha, bank tərəfindən verir. Onu xərcə silə bilirsən. Fizik şəxsin fərdi istehlaka və əmək haqqının alınması ilə bağlı olan xəstə gəlirdən çıxılır. Yəni, hər hansı bir fərdi istehlakına bağlı xəstələr ola bilər. Məsəl üçün, onunla bağlı olan o çıxılır. Bu maddə nəyə göstərir? Əmək haqqı xəstə bank tərəfindən və qayməsi olur. Siz görməzsiniz ki, bank sizə kart versin, qaymə göndərsin. Belə olur. Ehtiyat fondları olmayasıdır. Ehtiyat fondlarının ayrılma və məbləğlərdən müvafiq surətdə gəlirlərdən çıxılır. Ezami xəstələr. Normadan artıq hissəsi ola bilər. Normadan artıq olmayan hissəsi ola bilər. Deyir ki, yəni o nizami normalarının əsasən olubdursa, çıxılır. Norma daxilində və sənədlər də qaydasında çıxılır. Yox, sənədlər qaydasında deyil, normadan artıqdırsa, tutaq ki, işçiyə məsələn 5 minlik ezami haqqı ödənilib, ancaq o 6 minlik xərcləyir. O 1000 manatın xərci yox, normada artıqdır və sənəd yoxsa
Vergi bunu icazə verməyəcək. O zaman neyəsin? Yenə gəlib xalis mənfəətinə çıxır. Niyə xalis mənfəətdə deyirəm? Çünki xalis mənfəət kapital hesab. Deyir, öz get kapitalına sil. Əvvəlkinin mənfəətindən sil. Mən, yəni dövlət deyir, mənim pulumdan işin olmaz. Yəni mədəni forması odur. %9-cu maddə bizə nə deyir? Deyir ki, nəsə hesablaşmalı haqqında qanun var. Biz bunun əvvəlki dərsimizdə keçmişdik. 3-5-ci maddəsində göstərilən xüsusi mallar vardı. Nə bilim, əlvan və qara metal qırıntıları idi, işlənmiş şinlər idi, sonra şüşə qırıntıları idi. Bunlarla bağlı. Deyir ki, maddəsi göstərilən mallar. Ha belə daşınmaz əmlak, ev, filan, bina, avtomobil nəqliyyat və daşınar əsas vəsaitlər istisna olmaqla. Yəni, bunlar istisna olmaqla. Digər malların vergi ödəyicisi kimi vergi orqanı çoxdurma fizik şəxs alış aktı əsasında alınması və ya malların vergi ödəyicisindən nəzarət kassa aparat çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi 2% həcmində məhdudlaşdırılır. Bu nədir? Biraz uzun maddədir, məsələ nə? Biz yuxarıda qeyd elədik ki, alış aktı nədir? Alış aktı o ki, bilirik ki, hər iki tərəf hüquqi şəxs və fərd sahibçi onu vergi ödəyicisi olanda bir-birindən necə alırlar? Qaymə ilə alırlar. Ehtiyac yoxdur. Ancaq öyle ola bilər ki, şirkət rəhbərliyi və ya müəssisə gedər, alış aktı ilə ala bilər vətəndaşlar. Bəsir, alış aktı ilə alanda necə olacaqdır? Deyir ki, sən alış aktını almışsan və yaxud vönlü şəxs deyək, vönlü şəxsdən qayməyini almayıb. El bir nəzakət kassa aparatını alıb gəlib. Bu zaman deyir, belə bir variant olsa, bunun hansı hissəsi xərcəsi bilər? Gəlir və xərci ən yüksək olan, gəlir yüksək olsa, onun 2%, xərci yüksək olsa, onun 2%. Maksimum o qədər silə bilər. O da kiçik bir məbləğdir, bildiniz. Artığını silə bilməz. Aydın oldu? Çünki o qaymə ilə almalıdır. Həm də onu məcbur eləyir ki, sən gedib alış aktından alma. Alış aktından alma. Elə qaymə ilə al, mən səni izləyim, şəffaf formada izləyim ki, kimdən nə alırsın, hamısını görüm. Bəli, gəlir və xəstlərini. Bəli. Narahat olmayın. Burada çətinləşmə yoxdur, izahını da verin. Bu norma kifayətinin məhdudlaşmaq tətbiqi yalnız iki sənədləşməyə tətbiq edilir. Birincisi, vön olmayan fizik şəxs alış haqqında mal alış olur. Vön yoxdur, vətəndaşdan mal almayasın. Gələn pomidor alır, xiyar alır, deyilmişəm bir şey. Səhra, zaten o, nə bilim, parnikin ortasındadır, düzəngahlı alır, mümkün. Və yaxud hər ikisi vönü var, qaymə ilə almır. Ancaq nəzər kassa aparatını alır. Qaymə üçün nə lazımdır? Müqavilə lazımdır. Mühasibə deməli o qayməni yazmalıdır. Rəsiz. Hətta biz lazım invoice olmalıdır. Bu şeylə ki, nəzər kassa aparatını alıb gedir. Bunlara tətbiq edilir. Bunlara tətbiq edilir. Yəni 2% məhdudlaşdırma bunlara tətbiq edilir. 2% məhdudlaşdırma. Nələr istisnadır? Nələrə tətbiq edilmir? Nələr tətbiq edilmir? Avtomobilə tətbiq edilmir. Daşınan əmlak və əsas vəsaitlər tətbiq edilmir.
əlvan qara metallar tətbiq edilir. Niyə 3-5-ci? Onlar tətbiq. Niyə? Onsuz da onun 3-5-ci maddə deyirdi ki, onu aktından ala bilirsən də, onu vətəndaşdan və onu nəqsiz qaydada alırsan. Üzr istəyirəm. Nəq qaydada ala bilərsən onsuz da. Aktını alırsan, aktını yazdı deyir. Yəni, deyir, bunlar istisnadır. O 2% məhdudiyyə deyir ki, əlvan metal qırıntılardır, kağız şüşədir, plastik məmulatlardır, işlənmiş təkərdir, avtomobildir, daşınan əsas vəsaitlər, daşımır. Deyir, bunları tətbiq edilmir. Deyir, bunlar istisnadır. Bu limit nədir? Yəni, bu limit 2%-dən artıq olan hissəni mənfəət vergisindən, yəni gəlirindən çıxılır. Yəni, biz onu xərcə sala bilmərik. Maksimum 2%-i sala bilərik. 2% həcmində. Çünki niyə? Vergi deyir ki, nəzər kassa aparatı ilə və ya alış aktı ilə deyir, şəffaf və tam izlənir, elektron fakturunu almağa təşviq edir ki, onunla alır ki, mən hər şey görüm ki, hamısı elektron qayda olunub, vergi üstündə rahat olur. Şəffaflığa daha çox nəzarət edir. Yəni, bunu düstur formasında necə ifadə? Düstur formasında bu cür və nümunədə belə. Məsəl üçün, bazanın maksimum həddini tapırıq. Tapırıq ki, gəlirdən baxırıq, gəlir mi çoxdur xərci. Bu nəyə göstərir? Bu onu göstərir ki, biz il ərzində baxırıq. İlin sonu baxırıq ki, nə qədər alış aktını mal almış. Və yaxud nəzər kassa aparatı. Baxırıq, gəlirimiz nə qədərdir, xərcimiz nə qədərdir. İkisindən hansı çoxdursa, onun 2%-ni tapırıq. Tapdığımız 2%-də vururuq nəyə? O maksimum o həddi də vurur, o həddi də vurur, maksimum həddi də vurur 2%. Tapırıq ki, nə qədər hissəni xərcə silə bilərik. Nümunə, ümumi gəlir olub 1 milyon, 800 milyon xərc olur. Deməli, biz buradan görürük ki, gəlir xərcindən çox olur. Bu o deməkdir ki, biz buradan əldə eləyəcəyik ki, biz hansı meyar əsas götürəcəyik? 1 milyon. Niyə? Gəlir çox. 1 milyon 2% 20 min edir. Bu o deməkdir ki, faktik xərci nə qədər olur? Burada demişim ki, 30 min. 30 minlik nəzarət kassa aparatı və ya fiziki alışını aktına mal almışam. Çöldən çölə almışam da, bildiniz mi? Yəni, qaimi olmadan almışam. 30 min almışam, ancaq 1 milyonda 2% 20 min edir. Mən nə qədər xərcə silə bilərəm? 20 min. 10 mini silə bilmərəm. Necə? Bəli. O mində xalis mənfəətdə siləcək. Deyir ki, xərcdən silmə, işin yoxdur. Aydın oldu? Aydın oldu? Bunu istəyir. Bəl. Bəli. Sabah günü xərci olsaydı 1 milyon, xərci 2% tapacaqdı, eləmi? O yenə 20 min siləcəkdi. Baxırıq ilkan hansı çoxdur, 12% tap, deyir məhdudlar 2-dən artıq silə bilməz. Fərqi yoxdur, vergi deyir ki, və ya. Gəlir ikisindən birinin hansı çox olsa, sənə o üstünlük verir. Da başa düşürsən, o vergi ödəyicinin xeyrinə olan bir şeydir ki, mən azı götürmürəm. Hansı çoxsa onu götürürəm, 2% deyirəm geçsin. Bu da müəssisəyə sərf eləmir. Fərz elə ki, siz 30, məsəl üçün, 30 minli almışsan, deyir ki, 10 minli silə bilərsən. Burada 10 minli silməmə nə demək? 10 min geri düşmək demək.
Məcbur eləyir ki, sən get qaymə ilə al, alış aktını alma. Ancaq 3-5-ci maddə nəqs hesablaşma haqqında maddə ki var, onun alış aktını almalıdır. Alış aktını almalıdır. Vətəndaşdan alır. Vətəndaşın müəyyən olmur. O gücümüz fərqli olsaydı, əgər 1 milyonluq fərqli olsaydı, 1 milyon, 20 min fərqli, 1 milyon hardan fərqli mən? Yenə xərcimiz çox aracıdır, zərər eləyir. Burada məsələdə belə verilir. Elə ola bilər ki, burada yazardı ki, məsələn, burada ümumi gəliri olub bu qədər, ümumi xərci də olubdur bu qədər. Bəli, bəli. Yox. Ümumi gəlir, müəssisə ümumi gəlir olubdur 1 milyon. Gəlir nə deməkdir? Deməli, bunların sənədi var. Başa düşürsünüz? Sənədi var. Bunların da sənədi yox. Deyək ki, sən istəyirsənsə, nəzarət kassa aparatı ilə fizik şəxsəcə bu 30 minlik sənin bir şey almışsan. İstəyirsən, mən bunu da 800 min üstünə əlavə eləyək. Deyirsən, deyir ki, tamam, mən 2%-ni tapırsan, əlavə eləyirsən, 820 min. Deyir, 10 mini icazə verir. Bəli, 2%. Yox, müəyyən hissəsi yox. Müəyyən hissəsi yox. Burada müəyyən hissə məsələsi deyil. Burada odur ki, 800 min gəlir və xərcin 2%-ni tapırsan, həmin məbləğ o NK ilə və ya aktla alınan məbləğdən eləmi? Yəni, keçə bilməz həmin. 2%-ni keçə bilməz. Artıq icazə vermir. Tutaq ki, başqa bir nümunə göstərək burada. Müəssisənin il azına gəliri olur 350 manat təşkil edir. Rəhbəri vətəndaşdan 50 min manatın nəqliyyat vasitəsi almaq istəyir. Belə olan halda vergi ödədi nəqliyyat vasitəsi vətəndaşdan almaq istəyərkən bu maddə nəzərdə tutulmuş 2% həddində, yəni 7000 manat məhdudlaşma tətbiq edilməyəcək. Niyə? Niyə tətbiq edilməyəcək? Nəqliyyat vasitəsi alır. Çünki yuxarıda deyək ki, nəqliyyat vasitəsi istisna olmaqla. Bu ora daxil deyil. Bunu alarsan, vətəndaşdan aktla alarsan, aktla. Nəqliyyat vasitəsi böyük bir aktla alarsan və onu da balansa daxil eləsin və amortisasiyada hesablayasın. Bəli. Alış aktının necə olacaq? Vətəndaşın məlumatları əsasında və yəni şəxsiyyət vəsiqəsi məlumatları əsasında yəni vergi institutunda bir alış aktı tətbiq edirsən. İkinci misal deyək ki, gəlirlər olur 500 min manat. Bu halda müəssisə hüququ var ki, vətəndaşlardan 10 min manat dəyərində alış aktı ilə mal alıb rəsmiləşdirsin. Gəlir olub nə qədər? Yarım milyon. 500 manat. 500 min 2% nə qədər eləyir? 10 min. 10 min manat dəyərində alış aktı ilə mal alıb rəsmiləşdirə bilər. Həmçinin nəzarət kassa çeki vasitəsilə 10 min manat dəyərində də yenə ondan da ala bilər, bundan. Bəli. Nəticə təqdim ərzində 20 manat dəyərində malı elektron qaymə faktura olmadan da əldə edib rəsmiləşdirə öz gəlirindən çıxa bilər. 10 min bundan, 10 min də bunu eləyə bilər. Aydın oldu? Üçüncü, vergi ödəyici il ərzində 400 manat gəliri olubdur.
Gəlirdən çıxılan xəstələr də olub 500 manat. Yəni, nə deməkdir? 500 min 2% nə qədər eləyir? 10 min. Ancaq o 12 min manatlıq mal alıbdır, nəzarət NK vasitəsində. Nəzarət kassa aparatı çeki vasitəsində alıbdır. Belə olan halda nə baş verəcək? 2000 manatı öz xalis mənfəətindən siləcək. 10 mini siləcək. Çünki niyə? O 12 min alıb, maksimum ona 10 min verilir icazə. Yenə 2000-i silə bilməyəcək. Silə bilmək nə deməkdir? Yəni, xərcə sala bilmir. MTS əməliyyatlar çərçivəsində əldə edilmiş yəni sənədlər vasitəsindən də icazə verilmir ki, sən onu xərcə siləsin. Çünki MTS əməliyyatlar yəni nə üçündür? Real olmayan əməliyyatı pərdələmək üçün. Keçdi ümidsiz borcların gəlirdən çıxılmasına. Ümidsiz borclar nəyə nəzər tutur? Debitor borclar nəzər tutur. Debitor borcu meydana gəlmək üçün mütləq və mütləq hesablanma metodu üzrə üsuluna aparılması lazım. Çünki niyə? Biz hesablanma metodu üzrə aparanda öncədən daxil olmasa belə debitor borcu gəlir kimi nəzərə almışıq. Gəlir kimi elədiyimizə görə onun vergisini ödəmişik. Artıq ödəmişik. Fərz edin ki, 3 il ərzində də ödəmir. Yəni, alacağı ala bilmirsən. Bütün sənədlər qaydasındadırsa, bu zaman vergi sənə icazə verir ki, sən onu xərcə siləsən. Yəni, çünki artıq sən onu gəlir kimi tanıyır, dövlət artıq pul ödəmirsən demək. Ancaq şərtin də deyir nədir? Hesablanma metodu üzrə aparılmalıdır. Kassa metodu üzrə olmur. İkinci, mühasibə kitablarında ümidsiz borcların qeydiyyatı mütləq olmalıdır. Və ən azından sonda əməliyyat jurnalının müxabirləşməsini verməlisən. Yəni, sınaq balansının onun bir məbləğini göstərməlisən. Aydındır, müxabirləşməlidir. Mühasibə kitablar onlar nəzər. Həmçinin kreditor üzrə yaradılmış ehtiyatlar da gəlirlərdən çıxır. Burada biz nə əldə edirik? Bura kimi qeyd ediləndə, nəticə nə əldə edirik? Birincisi, gəlirdən çıxılmayan xərclər hansılar? Əsas vəsait alınmasına, qurulmasına çəkilən xərclər və kapital xarakterli digər xərclər gəlirlərdən çıxır. Niyə? Bunlar aktivlərin ya yer dəyişməsidir, ya da kapitallaşdırma. Qeyri-kommersiya fəaliyyətinə bağlı olan xərclər çıxılmır. İstənilən olan ailə üzvlərinin sosial xarakter, əyləncə xərcləri çıxılmır. Ezamiyyə normadan artıq olan hissəsi çıxılmır. Yəni, çıxılmamaq nə demək? Yəni, mənfəətdən çıxılır. MTS əməliyyatlar çıxılmır. Nəzarət kassa aparatı çeki vasitəsilə alış akti ilə rəsmiləşdirilən xərclərdə çıxılır, limitli yapmışam. Niyə? Çünki 2% həcmində məhdudlaşdırmaq. O da müəyyən mallar. 20% mənfəət vergisi mənfəətdən çıxılır. Niyə? Baxın, bunu niyə qeyd eləmişəm? Siz hesablayıb tapmışsınız ki, mənfəət vergisi 2000 manat. Biz bilirik ki, mənfəət vergisi nədən çıxılır? Ümumi mənfəətdən çıxılır. Siz bunu təkrardan götürüb xərc kimi hesablayıb yenidən çıxa bilməzsiniz. Yəni, onu demək istəyirəm. Çünki mənfəət vergisinin özü bir nəticədir, bildiniz? Yəni, təkrarən mən götürüb bunu xərc kimi salıb sala bilməzsin. Niyə? Əvvələ salıb sala bilməzsin. Sonradan əldə elədiyi əvvələ sala bilməzsin. Gəlirdən çıxılan xərclər. Çıxılandır. Əmək haqqı xərclər, kart xərclər. Bunların hamısı, yoldaşlar, elektron qaymə təqdim edilir. Siz görmüşsünüz, əmək haqqı kartı ələndə
bank sizə elektron qaymə versin. Xeyr, vermir. İcbari ödənişlər. İcbari ödənişlərin özü də bura daxil. Məsələn, rüsum ola bilər, əmlak vergisini çıxa bilərsən, torpaq vergisini çıxa bilərsən, 1% nəqdləşdirmə var. Bu nəqdləşdirməsinə görə vergi var. Onu çıxa bilərsən. ƏDV ödəyicisi olmasan, onunla bağlı ƏDV-li mal alsan, onu əvəzləşdirmə hüququn olmadığına görə onu xərc kimi çıxa bilərsən. ƏDV ödəyicisi onu əvəzləşdirirsən, olmayanda məcbursan onu çıxmaq, xərc kimi. Çünki fərz elə ki, ƏDV ödəyicisi olmayan şəxs ƏDV ödəyicisi olan şəxsdə mal alır. Bəli. Fərqi nədir? İstənilən halda istəsəz bunu SMMD kimi də çıxa bilərsiniz, istəsəz yaza bilərsiniz ki, birbaşa xərc kimi də çıxa. Əlavə eləyib çıxa. İstənilən halda, yəni məsələ odur ki, bir tərəf ƏDV-dirsə, digər tərəfdə ƏDV ödəyicisi deyilsə, biri əvəzləşdirmə hüququ olmadığına görə onu məcburluq xərc kimi hesablasın. Məsələn, deyək ki, qabıqdan mal almışam, ƏDV-yə əvəzləşdirmə Ümidsiz borcları, dedim ki, 3 il ərzində ödənilmədikdə biz onu xərc kimi silə bilirik. Təbii ki, müəyyən prosedurlar keçməlidir. Ezamiyə xərclərin normadan artıq olmayan hissəsini, yəni norma daxilində xərcə siləcəyik. Nəzarət kassa aparatı, çeki və alış aktı rəsmiləşdirən xərclər olsa, limitli olsa, biz onu, məsələn, dediyim ki, müəyyən mala 2% həcmində silə bilirik. Bank komissiyalarının özü. Biz bunu rahatçılıqla silə bilirik. Çünki bunlar heç elektron qaymələrdə olmur. Dövlət orqanlarından sizə bir xidmət təqdim edilə bilər. Siz də bunu elektron qaymə adətən təqdim edilmir. Ya rüsum kimi başqa bir şey ola bilər. Bununla bağlı olaraq siz bunu rahatçılıqla xərcə silə bilərsiniz. Notariuslar ola bilər. Notariuslar. Siz adi şirkətlə bağlı sənədlər gedib təsdiq eləyəndə aparatda ödəyirsiniz. Sadəcə orada şirkətin adını seçib təyinatı yazmaq lazımdır ki, sonra onu vergiyə lazım olanda göndərə bilərsiniz. Yenə də buna görə notarius sizə bir qaymə göndərmir. Xərcə də silə bilirsiniz. Yəni demək istədiyim o ki, xərcə silinməyin təkcə meyarı elə qaymə deyil. Elə şeylər var ki, qaymə əsd olub xərcə silə bilirsiniz. Adi işçiyə əmək haqqı verirsiniz. Qaymə verirsiniz işçiyə. Yox. Sosial sığorta haqqı ödəyirsiniz dövlətə. Əsasən. Dövlət sizə bunu görə qaymə verir, vermir. Əmlak vergisi ödəyirsiniz. Torpaq vergisi ödəyirsiniz. 1% sadələşdirilmiş vergi ödəyirsiniz dövlətə. Buna görə dövlət sizə qaymə xeyr göndərmir verir. Niyə ehtiyac yoxdur? Qaymə alış və satışı nəzarət etmə mexanizmi. Burada ehtiyac yoxdur. Yəni orada risk yox, yayınma riski yoxdur ki, ehtiyac da yox. Həm də avtomatlaşdırılır. Amortizasiya xərclərin özü. Xərc kimi istəyirəm ki, qayməsi yox. Ümidsiz borclar da yenə dediyim kimi elektron qaymə təqdim edilməyir. Çünki artıq onu əvvəlki qaymə kifayətdir. Ki, mən bu malı satmışam. Təkcə bir qayməyə ehtiyac yoxdur. Bank krediti üzrə faiz xərcləri. Bankdan kredit götüründə də sizə bir qaymə falan göndərir. Ehtiyac yoxdur. Deyə bilərsiniz, müəllim, bunun nə qədər önəmi var qaymə xərcindən, yəni qaymə təsdiq edilməyə. Siz müəyyən xərc maddələrini salanda sizə uyğunsuzluq gələ bilər ki, bu xərc maddələrinin sənədi yoxdur. Necə olub bu qədər artıq yazmışsınız? Siz də o zaman yazarsınız ki, bax, bu xərc notariusa görədir, bu xərc məsəl üçün amortizasiya xərcinə görədir, bu xərc ümidsiz borca görədir. Niyə? Onu vergi orqanı görə bilmir. Çünki o nə bilsin ki, amortizasiya xərcini. Təbii ki, o anda nə edəcək? Uyğunsuzluq gələndə siz onu cavab yazarsınız ki, bu xərclər filan xərclərlə bağlıdır. Siz də bu cavabı yazmanız üçün nə lazımdır? Sizin uçotu doğru qurmağınız lazımdır. Eləmi? Və
əvvəlcədən də bunlar kateqoriyalaşdırmaq lazımdır ki, rahatın cavab yaza bilərsiniz. Hətta lazımsa sənəddən nüsxəsini verəcək göndərəsiniz ki, bu xəstə bununla bağlı.